Değerli izleyiciler, herkesin sevdiği 101.000 dərdin dərmanı olan tutdan doşap hazırlayacak bugün. O doşaptan da inşallah ki videonun gedişatında bakacak göre ne hazırlayırım. Nəzərimizə tutmuşuz ki Günel simit. Tutdan doşaptan simit hazırlasın. Şimdi böyle bir ağaç tapmışıq. Bakıda bilirsiniz ki biraz ağaçlar tapmaq çətindir. Ben böyle bunu tapmışıq. Çoxu yerə tökülüb, külək töküb yerə. Biraz buradan, biraz başka yerlerden videonun devamında göreceksiniz inşallah. Qoy mən çıxım ağacın başına. Yox. Yok, tutak. Ne de böyle? Böyle biraz yiyeyim hele dayanın. Sen bu geri, oran çık, ucu çık, ha, ver çekelim. Arası ben çırpım, siz çeker soyun. O gibi, ver onu güzel. Ver onu. Sana getir. Maşallah. Yok. Su təmiz qaynatdıqdan sonra, tam həll olduqdan sonra belə bir meşoğu əvvəlcə də yumuşam. Pesok meşoqlarıdır bunlar. Qoyuruq da süzülsün. Dostlar, tutu qaynatdıq, süzdük. Süzdükdən sonra gözləyirik biraz durulsun, kilkəsi dibinə yığılsın. Belə bir iki qat parçadan süzürük. Parçadan süzsək daha yaxşı olar. Çünki nə çərtdək ola bilər də, çərtdək olar. Kilkəsi içərisinə getmir, rəngi yaxşı olur, çox yaxşı olur rəngi onda. Dostlar, dibdəki kilkəni görürsünüz də. Palçıq kimi kilkəsi var. Onu bacarın içərisinə əlavə eləməyin. Baxın dostlar, dibi görünmədindir.
bəhməzə bunu tökəndə, bu bəhməzlə bir yerdə qaynayanda bəhməzin rəngi qara olur. Biraz da içində düyür-düyür şeylər olur. Bax, bu boytanı mən tökürəm. Dibinə nə qədər kilkə yığıldısa da, 2 dəfə süzdüm. Bir dəfə də qabın içində gözlətdim. Yenə də baxırsınız, 2 qat parçadan ona görə süzdüm. Baxın, yenə də görürsünüz kilkəsi var. Amma bunu mariladan süzsəz, buradan tökəcəksiniz, altından da o tərəfə çıxacaq. Dostlar, əvvəlcədən qazanın alt hissəsini duz tökürük. Dəyərli dostlar, bax belə qaynadıqca üstünə kir yığılacaq. Bu kiri belə təmizləyirik, qoymuruq qaynamağa, içinə qarışmağa. Sarköynəyin rəngi yaxşı olur. Dəyərli dostlar, baxın, üzünün kəfini hər dəfə təmiz yığanda sarköynəyi bax belə az olur. 30-35 litr tutdan arası 2 litr yarım belə bəhməz çıxdı. Bu ondan asılıdır ki, tutun şirinliyi nə qədərdir. Biz çırpdığımız tutun içində dəyməyəni də vardı, dəyəni də var idi. Hətta yeyəndə bəzi gün təyən tərəflərdə dadı çox idi şirinisi. Amma aşağı tərəflərdə şirinisi az idi. Bu da ona görədir ki, çıxan bu oldu. Amma bunun qiyməti yoxdur. Əgər süzüb hazırlayıb ocağa qoyduqdan sonra saat yarım 2 saata yaxın demək olar ki, ocaqda durdu. 2 saata yaxın mən bunun böyründə durdum. Üzünün hər dəfə kirini yığdım. Onda bax belə rəngi gözəl olur, sığallı olur. Bu bal deyir. Hə, qaralmır da onun rəngi. Bəzi bəhməzlərin rəngi mənim xoşuma gəlmir. Çox qara olur. Bəhməzin rəngi bax belə olar. Hələ istidir, birazdan soyuyanda qatlaşacaq. Kirini də yığanda üzünün kirini, kəf deyil, o kirdir. Bax o kiri yığandan sonra bu qədər onda az çıxır, sarı köynək çıxır. Bəhməzimizi bankalara yığırıq. Axşam sizə rəngini göstərdim bəhməzin. Bugün də göstərmək istəyirəm. Baxın, rəngi gör nə gözəldir. Dostlar, qazanımızın dibində biraz bəhməz qalıb. Ondan da şirniyyat hazırlayacağıq. Simit hazırlayıram. 1 stəkan duru yağ əlavə edirəm. 2 stəkan su. Yarım çay qaşığı duz, 2 xörək qaşığı şəkər, maya 1 xörək qaşığı, apardığı qədər un əlavə edirik. Baxın, belə yumuşaq xəmir alınır. Gözləyirik 20-25 dəqiqə dincəlsin xəmir. 3 qaşıq bəhməz götürürük, 1 stəkan su tökürük.
Ne boş? Yiysen. İstedi çöpten verin. Böyle bir süt ya. Zavodda satılan. Bu əsl təbii simlikdir də. Ha, o da Təbii bəhməz. Süper. Ellerine sağlık. Ama o behmez de muhabirden öyle. Hansın? Ferdi yok da sağ olsun. Ben behmeze batıp yiyeceğim. Bunun hoşunuza gəlir mi? Bol değil bol. Bu mu? Böyle qaymaq. Ben tekrar Qaymaqla yeyirik eşit adı. Bir damcı bax gör. Eser teyzenden bu behmezler. O şeyden pişir. Bilirsin ben.